Razılaşma var. Bundan qabaq da razılaşma vardı, düzdür, İrandan ki, sərhədlərdə stabillik və eyni zamanda da logistika razılaşmaları var ki, nəqliyyat, logistikalar razılaşmaları və burada da yeni texnologiyaların cəlb edilməsindən söhbət gedir. Təhsil istiqamətində, səhiyyə istiqaməti və digər sahələrdə. Həm də hüquqi mübadilədən söhbət gedir ki, müqavilələrin tanınması iki tərəfli. Və burada da çox vacibdir ki, logistika əlaqələrin qurulması Azərbaycan çox vacib elementlərdən biridir ki, Naxçıvanla logistikanın qurulması, Zəngəzur koridoru açılana kimi bunun inkişaf etdirilməsidir. Bakıdan Təbrizə yolların açılmasıdır və inkişaf etdirilməsidir. Nümunə üçün birbaşa yolların. Pezeşkanın özün qeyd etdiyi kimi, dediyimiz kimi Əfqanistan, Pakistan, Türkiyə, Azərbaycan, İran, İraq bu kimi iqtisadi zonanın yaradılması. Dolayısıyla sözlərlə çalışdı ki, bu regionda, xüsusilə də bu regionda olan ölkələrin birliyinin yox, azad zonasının, iqtisadi zonasının yaradılmasından söhbət gedir. Və burada bir neçə məqamı dedi ki, Azərbaycanın da maraqlarına uyğundur. Azərbaycan marağı var ki, bugün iqtisadi əlaqələrin və eyni zamanda məhsul alış-satışını və eyni zamanda digər istiqamətlərdə əməkdaşlığı logistikanın xüsusilə də inkişaf etdirilməsi. Pakistanla əlaqələrin, Təbrizə gedən yolların açılması, Ərdəbilə gedən yolların, Tehranın özünlə birbaşa münasibətlərin qurulması, eyni zamanda burada İraqın və eyni zamanda Əfqanistanın, Pakistanın bazarına və İranın bazarına əlçatanlığın təmin edilməsidir. Bu böyük bir bazardır. Və Azərbaycanda istehsal edilən məhsulların da ora açıq şəkildə təmin edilməsinə vacibdir. Qeyd etmək istədim ki, İran İslam Respublikası daha çox, dediyimiz kimi, kənd təsərrüfat məhsulları və eyni zamanda özünü təmin edilməsi başqa sahələrdə də var. Orta səviyyədə texnoloji avadanlıqlar o səviyyədə də olmasa, ancaq yenə də. Və burada da Azərbaycanın vacibdir ki, o elementləri istifadə edə bilsin. İran İslam Respublikası uran, digər neft, qaz, digər məhsulları var ki, Azərbaycan onların satışını öz ərazi vasitəsilə təmin edə bilər Türkiyə yolu ilə. Bu da vacib elementlərdən biridir. Biz burada çox məqamları nəzərə almalıyıq ki, şimal, cənub, deyək ki, dəmir yolunun qoyulması, Tehran, Baku, Moskva, eyni zamanda onun çərçivəsində bütün Rusiya bazarına əlçatanlığın İran üçün təmin edilməsi. İqtisadi məqamlar təkcə dəmir yol çox vacibdir. İkinci məqam, burada eyni zamanda həmin o Əfqanistan, Pakistan, İraq bazarına çıxışı İran vasitəsilə. Bu da çox vacib elementlərdən biridir. Burada bağlanan müqavilələr də və əsas da ikili təhlükəsizlik zonasının yaradılmasıdır. Azərbaycan dəfələrlə bunu çağırışda bildirib ki, heç vaxt Azərbaycan hansı bir digər ölkənin silahlı qüvvələrinin Azərbaycan Respublikasına yerləşməsinə icazə verməyəcək. Və Azərbaycan da bununla mütəmadi şəkildə sülh siyasətini və eyni zamanda regionda stabilliyin qorunması üçün öz bəyanatlarını veribdir. Və bu günə qədər də apardığı siyasət də onun istiqamətidir. Və İranın da burada bu səpkidə bugünkü Pezeşkan tərəfindən gəlib iştirak etməsi, bu sözlərin deyilməsi, sonra da hətta ki, Şəhriyanın şeirlərinin bildirilməsi, Azərbaycan xalqının əsas əhalisi dediyimiz kimi Cənubi Azərbaycanda yaşayası əhali biz baxsaq 30 milyona yaxın, İran statistikasına görə 22-23 milyondur, bəzi hesablamalara görə daha çox 30 milyon qeyd edir. Ona görə də biz bunu açıq bildirməliyik. Azərbaycan üçün vacibdir ki, İranla stabil münasibətlər olsun və inkişaf etsin. Sadəcə keçən il 2 dəfə dediyimiz kimi burada iqtisadi əməkdaşlıq çərçivəsində rəqəmlər artmışdır. Bu rəqəmlər isə dediyimiz kimi həmin məhsulların alqı-satqısıdır, resursların alqı-satqısından söhbət gedir. Və bu gün də Azərbaycana da gələcəkdə Azərbaycan bu həmin resurslardan istifadə edə bilər. Ona görə də həm təhlükəsizlik, regional təhlükəsizlik vacibdir Azərbaycan üçün, ancaq ki, iqtisadi inkişafa təsir edəcək, həm İranda təhlükəsizlik zona olsun, həm Azərbaycanda, həm eyni zamanda da ərazilərin və xəttlərin stabil şəkildə qorunması vacibdir. Və bu gün də bu Naxçıvana gedən yolun, bilirik ki, biz Naxçıvan üçün bu su kimi bir yoldur, bir hava kimi bir yoldur. Onun da dediyimiz ki, logistikanın inkişaf etdirilməsi vacibdir. Və bizim də fikrimizcə ondan ibarətdir ki, aparılan görüşlər təkcə bir neçə məqamlar deyil. Bugünkü qoyulan yeni addım bu bir fundamentdir inkişaf üçün. Geridə qalsın o dediyimiz ki, məqamlar, geridə qalsın o təhlükəsizliklə verilən ziddiyyətlər. Təəssüf olsun ki, bəzi məqamlar olubdur, biz bunu yaddan çıxartmırıq ki, deyək ki, Zəngəzurda qoyulan deyək ki, konsulluq departamenti. Düzdür, bugün beynəlxalq hüquqda Ermənistanın sərhəddidir. Ancaq konsulluq departamenti kimə xidmət göstərəcək?
Hansı problemlər var? Ermənistanda o qədər Zəngəzurda o qədər əhali var ki, problem olsun ki, konsulluqla bağlı İrana gəlib getmək yox axı. Açıq zonadır. Orada viza rejimini tətbiq edilmir. Başqa bir məqamlar var burada açıqlanması. Ona görə də bugünkü addımlar müsbətdir, ancaq yenə də bizim yaddaşımızdadır o məsələlərdir. Hansı ki, bugün hərbi təlimlər Azərbaycan sərhədlərində aparılmışdı keçən il, digər addımlar. Ancaq yenə də biz bugün Azərbaycan kimi Cənab Prezident bunu dəfələrlə deyib ki, öz sözünün üstündə də dediyimiz dəmiri yumruq kimi göstərib ki, öz sözünün üstündə Azərbaycan duracaq. Və Cənab Prezidentin rəhbərliyinə, İlham Əliyevin rəhbərliyinə bizə sülh lazımdır. Bizə təhlükəsiz zona lazımdır ki, bu zona inkişaf eləsin, iqtisadi inkişafa addımlar atılsın.